Quranda adına surə göndərib, ünvanına surə göndərib, şəninə digər surələrdə ayə göndərib, onun mənəvi anlamın, insani dəyərlərini göstərib, sonra bizi qoyub onun ixtiyarına, indi o yolun göstərsin bizə. Əgər o yolun qapısına müraciət eləsək, bu olacaq mənəvi bir vəhdət. Ki necə deyir ki, Rabbena innena səmeynə münadiyən yunadilil iman ən aminu bir rabbikum fə amənna. İlahi, biz o zaman ki eşitdik, bir nida eləyən nida elədi. İman üçün səsləndi. Ki iman gətirin Allahınıza, biz iman gətirdik. Bax deyir Rabbena fəğfir lənə zunubənə. Bu cəm ilə ilahinin nidasını eşidənlər ki o ilahinin nida elədiyi formanı qəbul edənlər üzü var deyə Pərverdigara bizim günahlarımızı əff elə və kəffirənna seyyiatina. O pisliklərimizin üstünü ört və təvəffəna mə'l əbrar. Bizi o yaxşılarla öldür. Onların rəsmi ilə, qaydası ilə öldür. Vəhdət anlayışının mənəvi anlayışı budur ki, o yaxşılar mə'l əbrar Peyğəmbər ali Peyğəmbər müfəssirlər deyir. Həzrət İmam Sadiq əleyhissalam deyir, biz əyyimə əthar, biz əhli beyt, mə'l əbrar, yəni bizlə. Allah müteal ünvanın qapısını tanıtdırdıqların gərək tanıyasan. Buna deyərlər mənəvi bir vəhdət.